Salam, hər vaxtınız xeyir. Bugün meyvəli bilinçik tortunun hazırlanma qaydasını sizinlə paylaşıram. Bunun üçün qaba 5 ədəd yumurtanı, 3 yemək qaşığı şəkər tozunu, yarım çay qaşığı duzu və yarım stəkan duru yağı əlavə edib çırpıcı yardımı ilə qarışdırıram. Ardından üzərinə ümumilikdə 3 stəkan suyu yavaş-yavaş qarışdıraraq əlavə edirəm. İki stəkan da süd əlavə edirəm. Üzərinə getdiyi qədər unu töküb, duru bir qarışıq halına gətirirəm. Bir müddət mikserlə çalıram, ardından isə süzgəc yardımı ilə süzəcəm. Bilinçik tavasını qızdırdıqdan sonra azca yağla yağlayıram. Videoda göstərdiyim şəkildə qarışıqdan tavaya əlavə edirəm. Bu ilk bilinçik olduğu üçün tavanı yağladım. Bundan sonrakılarda buna ehtiyac yoxdur. Beləliklə bütün bilinçiklər hazırdır. İndi isə tortun kremini hazırlayıram. Bunun üçün marka fərq etmir. Hər hansı bir kremi qaba əlavə edib mikser yardımı ilə qarışdırıram. Bu cür qatlaşdıqdan sonra üzərinə zövqə görə şəkər pudrası əlavə edirəm. Ardından qatlaşdırılmış südü də tökürəm. Və belə, bilinçiklər də hazırdır. Tortu yığacağım qabda. Keçək hazırlanmasına. İlk öncə videoda göstərdiyim kimi qabın kənarlarına bilinçiki bu cür yığıram. Ancaq mütləq diqqət edin ki, bilinçiklər bu cür qarmaşqa şəklində dursun. Kənarlarına bu cür bilinçikləri yığdıqdan sonra kremi üzərinə çəkirəm. Qabın ortasında kremləyirəm və üzərinə bir bilinçik yerləşdirirəm. Və yenə hər tərəfinə krem çəkirəm. Sonra isə bunu 1-2 dəqiqəlik qoyuram kənara və içinin bilinçiklərini necə hazırlayacağım onu sizə göstərirəm. Hər bir bilinçiki bu cür kremləyirəm. Və içinə ürəyiniz hansı meyvədən istəyirsə istifadə edə bilərsiniz.
Mən banan, çiyələk və ərikdən istifadə etdim. Sonra isə bu cür rulet şəklində bükürəm. Bütün bilincikləri bu cür eləyəcəm. Bilincik ruletlərini yerləşdirməmişdən qabaq istəyirəm ki, alt qatı daha da möhkəmləndirim və ona görə meyvə düzürəm və bir daha bilincik əlavə edəcəm üzərinə və yenə kremləyib ruletləri yerləşdirəcəm. Ola bilər ki, meyvəni çox sevmirsiniz, o zaman təbii ki, az istifadə edə bilərsiniz. Mən alt qatının daha da möhkəm olması üçün bir qat da bilincikdən istifadə edirəm. Ardından isə kremləyib ruletləri yerləşdirəcəm. Həqiqətən çox yüngül tortdur və deyərdim ki, bu isti havalarda sizə meyvəli dondurma yeyirmiş kimi hiss etdirəcək. Bu artıq son hissədir. Sonuncu bilinciki yerləşdirirəm ruletlərin üzərindən və kremləyib kənarlarını toparlayacağam. Və beləliklə dəyərli izləyicilərim, tortumuz tam hazırdır. Artıq qəlibdən də çıxarıb yaxşıca servis edə bilərəm. Əziz izləyicilərim, çox dadlı bir reseptdir. Xüsusilə də deyərdim ki, elə bu yay tortudur. Məncə elə bu isti yay havalarında mütləq bişirməlisiniz.
Əgər bişirsəniz sizə nuş olsun deyirəm. Növbəti videolarda isə mütləq görüşəcəyik. Özünüzə yaxşı baxın. Hələlik.